Değerli vətənlərim, değerli soydaşlarım, Allah sizi bərxudar və bəxtiyar eyləsin. Eninde sonunda inqilab başladı Türkiye'de. Of be, of be, en sevdiğim Ekrem İmamoğlu. En sevdiğim Ekrem İmamoğlu bilirsiniz niye Ekrem İmamoğlu'dur? Bilirsiniz mi? Bilirsiniz mi niye? Ekrem İmamoğlu İstanbul Böyükşehir Belediyə Başkanı olanda belə mənlə və əsas da mənim yoldaşımla yazışırdıq. Hər bir insana cavab verirdi. İnsanlarla irtibatdaydı. Allah ona güc vermişdi. Necə mən gündə ən azı 1000 nəfərə cavab verirəm. Vaxtım çatmayanda ürək, böyrək, göbək, nə bilim o smarik qoyuram da. Salam, sağ ol, ürək, nə bilim nə. Ya səs atıram, ya nə bilim yazıram, baxır da hardayam, vaxtım varmı? İnsanlarla irtibat insanları ucaldır. Xalqdan irtibat prezidenti ucaldır. Sən xalqdan arana böyük bir uçurum yarat, sonra da denən məni sevin. Olmur axı İlham Əliyev. Elə olmaz axı. Ekrem İmamoğlu həbs edildi səhər saatlarında. Yazığın başına aşmadıqları oyun qalmadı. Gah diplomunu ləğv elədilər, gah əskəriyini ortaya saldılar, gah cinayət, gah PKK ilə əlbirsən, gah silahlı örgüt qurubsan. Nədir be? Şər doğan, şər doğmuş. Bunun əsl səbəbini bilirsiniz nədir? Məndən soruşun. Məndən sorun səbəbini deyəcəm. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, şər doğmuş. Şər doğmuş, Türkün düşməni Rəcəb, Rəcəb. Dəyərli vətənlərim, bu nəyin, sağ ol, nə məsələdir bilirsinizmi? Nə məsələdir bilirsinizmi? Erdoğan dedi, Kırıma girirəm, Ukraynaya girirəm. Pulumu verin, nə desəz eləyirəm. Ancaq düşündü ki Erdoğan, və burada da Erdoğan yanlış elədi. Erdoğan düşündü ki bu vazgeçilməzdir. Amerika ilə Avropanın bir oyun qurdular. Bu oyuna Erdoğan aldandı. Sanki bu vazgeçilməz hiss elədi özünü. Və havanı kənli dumanlı hiss elədi və tilki bir başladı öz rəqiblərini ovlamağa. Dedilər ki, düşündülər ki, Erdoğan düşündü ki, Avropa, xalq qalxmayacaq ayağa, Avropa dəstək verməyəcək dünya. Dünyanın işi Erdoğandan keçir, Şərdoğandan keçir. Amma Erdoğan yanıldı. Dünyanı idarə edən Anglo-Saksonlar, İngilislər birbaşa qərar verdi. Türkiyə təcili Avropa Birliyinə girməlidir. Avropanın Türkiyəyə ehtiyacı var, amma və lakin Erdoğansız. Ona görə Erdoğan dərhal atılmalıdır. Və bunu mən demirəm, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, mən demirəm bunu. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, deməli, artıq bildiyiniz kimin neydi o başkan adı? Qoy onu görüp tapabilirəm başkan adını. Bir dəqiqə. Artıq bildiyiniz kimi sabahları Erdoğan'ı devirməlidirlər. Niyə görə Erdoğan 24'üne kimi çölə çıxma yasağı qoydu? Çünki Erdoğan'ı sabah devirməlidirlər. Plan elədi. Sabah bürcü günah. Gördünüz mü? Mən demədim. Sabah 19 Mart Türkiye'də darbə kimi tarixə düşəcək. Bunu mən demədim. Bunu CHP'nin en önde gedən adamlardan biri, değerli adamlarından biri, Mersin milletvekili ve CHP kurup başkan vekili
Ali Mahir Başar. Ali Mahir Başar dedi bunu bu günləri. Elə CHP'nin grup toplantısında dedi. Bu arada o biri partiler var idi ha, nalamıxa vurdular. Meral Akşener vızgırttı ha, vızgırttı, cıygırttı Meral Akşener. Erdoğan'ın getdi şeyini öptü ha. Meral Akşener'i yerine gələn İyi Parti. Birbaşa dəstək. O birisi neydi o? Riyaziyyat müəllimi. Neydi onun adı? İlham Əliyev və Yencə. Neydi onun adı? Yencə deyir. Akşam yatdıq, səhər gördük Yencəni kararnamə imzalamış, qoymuş vitse-prezident, özünə muavin vəkil təyin etmiş İlham Əliyev. Həmən o adam da çıxdı dedi, Muharrem İnce dedim, adı Muharrem İnce'dir. Çıktı dedi, başaracağız. Açıkça Türkiye'de bu bir darbedir. Erdoğan yıkılacak. Şö. Bugün İmamoğlu'nu bıraksa da darbe yekunlaşmalıdır. Vesselam. Düğme basıldı. Düğme basıldı. Etmeyeceydin. Bu arada size bir şey dedim. 13. ilde Putin Aliyev'i değişmeliydi. Ancak Erdoğan qoymadı. Dəqiq məlumat deyirəm sizə. Dəqiq məlumat deyirəm ki, 13-cü ildə indi mən media canlı yayımdayam. Yayımım qutarsın, cavablandıracağım. Dostlar. Neyse, Erdoğan'ın kitabı bağlandığı xeyri yoxdur. Xeyri yoxdur. Erdoğan çox güman ki 100% demirəm, 99% Erdoğan bununla da kitabı bağlandı.